Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bugün artıq aprelin 1-idir. Böyük belə bir fasilədən, tətildən sonra, bayramdan sonra ilk dərs günüdür. Və təbii ki, məktəblərimizin qarşısında duran müəyyən çətinliklər var. Bu çətinliklər hansılardır, onları müzakirə edəcəyik. Təhsilimizdə olan mövcud problemlər hansılardır, ondan danışacağıq. Eyni zamanda Emin Əmrullayev və Elnur Əliyev cütlüyünün Azərbaycan təhsilinə vurduğu ziyanlar və yaralardan danışacağıq ki, hansı ki bunları aradan qaldırmaq üçün bizə illər lazım olacaq və düşünürəm ki, bunlar kifayət qədər maraqlı mövzulardır və sizdən də xahişim canlı yayımı bəyənin. Canlı yayımı bəyənin. Və paylaşmaqda dəstək olun. Mən də bir neçə WhatsApp qrupunda və Facebook qrupunda canlı yayımı paylaşdıqdan sonra mövzuya davam edəcəm. Ümumiyyətlə, siz necə düşünürsünüz? Azərbaycan təhsilində bugün problemlərin kökündə nə durur? Kadrların düzgün seçilməsi və yaxud da ki, seçilən kadrların işləyə bilməməsi və yaxud da dağıdıcı fəaliyyəti, yenə gəlib, hara gelsən kadra gəlib çatır. Çünki istənilən islahatın başında uğurlu kadr təyinatı əsas şərtdir. Çox təəssüf olsun ki, biz əsas problemimiz olan bu kadr məsələsini həll edə bilmədik. Təqribən 10 il bundan qabaq ölkədə belə bir tendensiya vardı ki, kim xaricdə təhsil alıbsa, demək bu yaxşı kadrdır. Amma nədən təhsil alıb, necə təhsil alıb, bunları biz düşünmədik və kütləvi şəkildə başladıq xaricdə təhsil alıb deyə insanları yerləşdirməyə. Məsələn, son 10 ildə, hətta 12 ildə təhsil sahəsində olan kadrlar təhsildən uzaqlaşdırıldı və heç bir aidiyyəti üzrə olmayan şəxslər təhsil sahəsinə gətirildi. Məqsəd nə idi və əgər yeni yanaşma tətbiq olunacaqsa, bu idisə məqsəd çox kobud bir səhvlər buraxdılar bu kadrlar. Birinci növbədə Azərbaycan müəllimini aşağılamaqla özlərini bir ingilis dilini bilirik deyə üstün tutmağa başladılar. Yəni, bu şəkildə təhsili idarə etmək nə dərəcədə mümkündür? Ona görə biz birinci məhz bu Emin Əmrullayevin də həmin zaman bilirsiniz, o yuva qeyri-hökumət təşkilatında o çalışdığı vaxtlardır və sonralar da bilirsiniz ki, Azərbaycan təhsil büdcəsindən 100 minlərlə, milyonlarla pulu bunlara yönəldirdi ki, çünki özünü onlara borclu sayırdı. Çünki Emin Əmrullayev bilirsiniz, Sorsun maliyyələşdirdiyi bir projedir. İndi gec-tez təbii ki, layiqli cəzasını alacaq və Azərbaycan təhsilinə vurduğu ziyanlarla bağlı bu demək, bunlar hamısı üzə çıxacaq. Mən düşünürəm ki, bu sahədə bu addımlar, yəni heç kim cəzasız qalmayacaq. Sadəcə məsələ buradadır ki, bugün Azərbaycan təhsilində mövcud problemlərin kökündə nə durur? Bax, bunu müzakirə edirik. Və gəlin siz də fikirlərinizi yazın rəy bölməsində. Sizin fikriniz Azərbaycan təhsilində problemlərin kökündə nə durur? Və bu problemləri aradan qaldırmaq üçün hansı addımları atmalıyıq? Mən öz fikirlərimi bölüşəcəm.
Siz də rəy bölməsində yazın, canlı yayımı paylaşmaqda dəstək olun. Və mən bir neçə Facebook qrupunda canlı yayımı paylaşdıqdan sonra təbii ki, sizdən birlikdə demək mövzuya öz fikirlərimi bildirəcəm. Amma reallıq ondan ibarətdir ki, ölkədə yeganə sahə təhsil sahəsidir ki, cəmiyyətin hara gedirsən, istər sosial şəbəkələrdə, istər kütləvi informasiya vasitələrində, istər 3 nəfər bir yerdə oturur, gəlir təhsilə çıxır və yenə də, yəni təhsildən razı olan insanlar yəni hələ ki görünmür. Təhsildə baş verənlər də, narazılıqlar da süni narazılıqlardır. Yəni sanki bilərəkdən yaradılmış narazılıqlardır. Ona görə də mən düşünürəm ki, məhz mən qayıdıb deyəndə ki, Emin Əmrullayev və Elnur Əliyev cütlüyü hardansa bu tapşırığı alıblar və Azərbaycan cəmiyyətində sosial narazılıqları böyütmək və təhsil cəmiyyəsi sıradan bir cəmiyyət deyil. Təhsillə bağlı olan insanlar ölkənin hər 2 nəfərindən ən azı biridir. Ən azı rəqəmdir bu. Təkcə ümumi təhsillə bağlı olan, əgər biz həm şagirdləri, həm valideynləri, həm müəllimləri və təhsil sahəsinə bağlı olan insanları götürsək, burada kifayət qədər çox ciddi nüanslar var. Və mən düşünürəm ki, təhsil cəmiyyəsini ölkə rəhbərliyinə qarşı narazı salmaq, ölkədə olan islahatlara qarşı narazı salmaq, belə bu özü böyük missiyadır. Və düşünürəm ki, Emin Əmrullayev özünün missiyasının öhdəsindən kifayət qədər, yəni dırnaqarası missiyasından kifayət qədər gələ bilir və bu missiyanın sonu nə olacaq onun üçün? Təbii ki, layiqli cəzasını alacaq, amma reallıq bundan ibarətdir. Gəlin birinci başlayaq nədən? Azərbaycan təhsilində, gəlin açıq danışaq. Ən böyük problemlərimiz nə idi? Ən böyük problemlərimizdən biri dərsliklərin bərbad vəziyyətdə olmasıdır. Bugün dərsliklər real tələbata uyğun gəlirmi? İllər keçdi, yoxdur. Siz təsəvvür edirsiniz, 1.700.000 şagird üçün orta hesabla, əgər biz götürsək ki, ibtidai təhsil səviyyəsində 9-10, umumortada 17, tam ortada 14 fən. Əgər biz orta hesabla hansısa bir 13-14 kitab nəşr olunur və bir kitabın da dövlətə başa gəlməsi, bu nə az, nə çox 10 manatdan götürsək və 1.700.000-i də 15-ə vuranda, bu bilirsiniz, haradasa bir 20 milyondan yuxarı vəsait deməkdir və bunu da 10 manatdan hesablayanda bu 200 milyon vəsait deməkdir. Yəni hər dəfədə bu dərslik məsələsinə, təhsil büdcəsindən 20 milyon manat vəsait ayrılır. Və dərsliklər necə olur düzələ bilmir? Niyə dərsliklər düzəlməsin? Niyə dərsliklərdən bu qədər narazılıq olsun? Bu, məsələn, problemin bir tərəfidir. Və dərslik müəllifləri repetitor müəllimlər arasından seçilməməlidir. Gəlin, Azərbaycanda bütün dərslik müəlliflərini toplayaq. İndi bunları Elnur Əliyev müəyyən eləyir də. Orada da bildiyiniz kimi Rafiq müəllim var. O gətirir, o dərslik sahəsini ona tapşırıblar. Gəlin dərslik yazanları, gəlin bir imtahan eləyək. Onsuz da Əmrullayev öyrəşib də sistemi imtahan eləməyə. Arada da çıxıb bir şou göstərir. Filan nəticəyə görə bunu biləcəm, filan nəticəyə görə biləcəm. Bir təkcə ümumi təhsildə demişdik, arası 190-a yaxın imtahan var. Onda müsahibə mərhələsini birlikdə 380 imtahan deməkdir. Gəlin heç yox dərslik müəlliflərini bir imtahan eləyək, pedaqogikada. Bunlar pedaqoji sahədə müəllifdirlər, bunlar pedaqoq sayılmalıdırlar. Çünki dərsliyin digər kitablarla, vəsaitlərlə, toplularla fərqi ondadır ki, bu sırf pedaqoji kadrlar üçündür. Yayımı bəyənək, paylaşaq, müəllim yoldaşlarımıza göndərək, gəlin bir yerdə fikirləriniz də mən üçün çox maraqlıdır. Və ildə 200 milyon pul xərclənən dərsliyə biz niyə dərslik məsələsində irəli gedə bilməmişik?
və təkrar eləyirəm və təklif eləyirəm. Emin Əmrullayev, əgər zərrə qədər sən doğrudan da vicdandan danışmaq üçün tez-tez vicdandan danışırsan, vicdandan danışmaya haqqın varsa, gəl sənin dövründə elə dərslik müəlliflərini gəl pedaqoji sahədə imtahandan keçirdək. Görək bu insanların pedaqogikadan nə dərəcədə anlayışı var. Hansı kriteriyalara görə sən dərslik müəlliflərini seçirsən? Buna nə deyərlər? Nə deyərlər? Təsəvvür edirsiniz, təqribən bir 10 il, 5 il, 5 il yox, 10 il, 7-8 il bundan qabaq insanlar deyirdilər və son 5 ildə dərsliklərlə bağlı narazılıqlar o qədər bədbinləşib ki, artıq hamı qəbul edir ki, artıq bu dərsliklər bu oyundur da, reallıq budur. Dərslik müəllifləri və yaxud da dərsliklərdə bu yaxınlarda bizim şairimiz bir verilişdə danışırdı. Ədəbiyyat dərsliklərində olan, Azərbaycan dili dərsliklərində olan müəyyən müəlliflərdən ki, istinadlar var. Həmin bu yazılar, bu dərslikləri ümumiyyətlə hazırlayan, gəl belə danışaq. Dərslikləri hazırlayan, gəl bunları bir, hansı kriteriyalarla müəyyən edirsiniz? 2, bu dərslik müəlliflərini gəlin pedaqogikadan imtahan edək. Elə sizin 100 minlərlə pullar ayırdığınız qeydlər, təbii ki, o LGBT və feminist əzizləriniz var. Onlara Emin Əmrullayev söz ki, Emin Əmrullayevin əziz insanları əsas o LGBT və feministlərdir və ən çox qrantları da onlara ayırır. Onları çıxmaq şərti ilə, Əmrullayevin əzizləri olan QHT-ləri çıxmaq şərti ilə, yedək olan digər QHT-lər ki var, onları da cəlb eləyək, təhsil mütəxəssislərini də cəlb eləyək. Bugün təhsil institutunda bəyənmədiyiz o yaşlı nəsil var, o pedaqoglar və yaxud da ki, ayrı-ayrı ali məktəblərdə ki, onları da cəlb eləyək, görək axı bu pedaqoji sahədə dərslik yazan insanların pedaqogikadan anlayışı yoxdur və bunları kütləvi şəkildə dərslik müəllifi edən Əmrullayevin bununla məqsədi nədir? Niyə dərsliklərin könüllü monitorinqi yoxdur? Niyə? Bir ara Dövlət İmtahan Mərkəzi bu işi həyata keçirdi, artıq onlar da yoruldular bu məsələ ilə bağlı. Onlar da yoruldular bu məsələ ilə bağlı. Aydındırmı? İkinci, gəlin Azərbaycanda təhsil sahəsində ikinci ən böyük problemlərdən biri pedaqoji kadr hazırlığı. Ölkədə 46 mülki ali təhsil müəssisəsinin demək 23-ü pedaqoji sahədə kadr hazırlayır. Və necə ola bilir ki, bugün təhsil naziri postunda oturan şəxs özü hələ 5 il təhsil institutuna da rəhbərlik edib, o vaxt onu bir kursa çevirdi, bir biznes layihəsinə çevirdi və Azərbaycanda təhsil institutu bilirsiniz, təhsil sahəsində elmi tədqiqat aparan yeganə elmi müəssisədir, amma bugün bir kursdan heç fərqi yoxdur, bir əlavə təhsil mərkəzindən fərqi yoxdur. İşi gücü ancaq layihələr, təlimlərdir və bir də bir şəbəkə qurmaq istəyirlər, təlimçilər şəbəkəsi qurmaq istəyirlər. Və çox maraqlıdır ki, bu təlimçilərin böyük bir hissəsi müəllim kimi öz əmək funksiyasını məktəbdə tam yerinə yetirməyən şəxslərdir. Yəni, təlim nədir? Orada gelsən, layihə götürsən, orada layihənin qiymətini şişirdirsən, pul uğrayırsan və daha yaxşı uğurluq eləməyi bacarırsan. Emin Əmrullayev özü də layihələr adı ilə baş oğrudur orada oturan və onun əsas köməkçisi Elnur Əliyev də ki, təbii ki, bütün bu məsələlərin belə deyək, atmaska eləndir, yəni örtbasdır eləyəndir. Gəlin açıq danışaq. Bugün Azərbaycan təhsilində ən ciddi problemlərdən biri də tərbiyə sisteminin təhsil məsələlərindən dağılmasıdır. Deyəcək ki, Emin Əmrullayevin bura nə aidiyyəti var, deyək ki, bizim ali təhsil məsələlərində buraxılış və yaxud da ki, bayram günlərində kriminal mahnılar oxuyurlar. Bugün məktəblərimizdə
Şəhər məktəblərində yuxarı sinif uşaqları aşağı sinif uşaqlarına tavan qoyurlar. Məktəblərdə biri-birini zorlama hadisələri, biri-birinə krışalıq eləmək halları və s. Yəni kütləviləşib. Məktəblər arasında bıçaqlama halları indi bütün, hətta ucqar kəndlərə gedib belə çıxır. Və nələr. Azərbaycan məktəblərində tərbiyə sistemi bu qədərini dağılması ilə və Emin Əmrullayevin buna nə əlaqəsi var? Bir, biz müəllimlərin əmək haqqının tez-tez qalxmasından danışırıq. Dövlət bacardıqca qalxdırır, amma yenə də bugün Azərbaycan müəlliminin əmək haqqı lazım olan səviyyədə deyil. Əgər inflyasiyanı nəzərə alsaq, bir 10 il bundan qabaqçı ilə dolların kursunu nəzərə alsaq, indiki halda salsaq, əslində Azərbaycan müəlliminin əmək haqqı inflyasiyaya nisbətdə rəqəm etibarından, kəmiyyət baxımından qalxa bilər, amma keyfiyyət baxımından elə çox qalxmıyor. Bu reallıqdır. Əgər yəni o müqayisəyə baxsaq, dollarla müqayisəyə baxsaq, ciddidir problem. Yəni Azərbaycan müəlliminin əmək haqqı elə çox qalxmıyor. Və üstə gəldi ki, Elm və Təhsil Nazirliyinin apardığı islahat nəticəsində Azərbaycan müəllimi 18 saat dərsinə təmin olunmur. Və müəllimlərin işə qəbulunda hər il nə az, nə çox demək 8-10 min adam işə qəbul olunur. Əslində bu 8-10 min deyil də, yəni bir məsələ, yəni reallığı danışaq. Bugün hər il 60 min adam müəllimlərin işə qəbuluna imtahan verir. Və Emin Əmrullayev də bunu bu şəkildə təqdim edir ki, 60 min adam demək müəllimlərin işə qəbuluna sənəd verir. Amma heç vaxt rəqəmlər az. Çünki adam nə qədər çox adam iştirak eləsə, imtahanların təşkilindən böyük miqdarda pul ayrılır. Siz elə bilə bilməyin, imtahanda təkcə elə o kadrlardan bunlar pul alırlar. İmtahanların keçirilməsinə böyük miqdarda büdcə vəsaiti cəlb olunur, büdcə vəsaiti silinir. Və bu imtahanlarda nəyə görə deyək ki, Emin Əmrullayev bunu açıqlamır ki, niyə və yaxud da Nazirliyin hansısa bir əməkdaşı bu 60 mindən neçə mini hal-hazırda işləyən müəllimlərdir. Çünki işləyən müəllimlər də sənəd verirlər. Və neçə mini ilk dəfə müəllim olmaq istəyənlərdir. Bunu açıqlamırlar. Və Emin Əmrullayevin bunun o xaricdə bunu ki o kurslarda hazırlayan vaxtı o sorusun belə deyirlər də yalı ilə böyüyən insanlar öz millətini, öz dövlətini heç vaxtı düşünmür. Yəni Sorosda məhz bu tip insanları yetişdirir ki, görürsünüz 70 min, 50 min, 60 min bunların bir ilinə grant ayırır ki, xaricdə gəl, xaricdə yox, hansı prestij bir universitetdə yox. Mənim yaratdığım universitet, mənim yaratdığım bir kolonizasiya deyirlər də, bu tip ki, beyinləri dəyişmək üçün olan bir müəssisə ki, bəs gəlin burada sizi mən hazırlayayım, sonra gedin öz millətinizə, dövlətinizə, xalqınıza qarşı qənim olun da, gedin. Amma mənim dediyim plan üzrə dağıdın. Necə ki, Əmrullayev bunu bacarır. Deyək ki, biz müəllimlərin işə qəbulundan danışırıq. İndi əsas problemlərdən biri budur. Niyə açıqlanmır ki, nə qədər ilk dəfə müəllim işə qəbul olunacaq, ilk dəfə qəbul olunanların sayı. Axı Emin Əmrullayev artistlik edərək deyir ki, mən gəncləşmə, təhsildə gəncləşmə siyasəti aparıram. Hətta bu siyasətin başında durur ki, 21-22 yaşlı ali məktəbi yeni qurtaran, dünənə qədər deyək ki, ayrı-ayrı işlərdə, marketdə satıcı, kassir, hətta belə deyək, restoranda ofisiant işləyən şəxslər birbaşa dövlət qulluğuna sənəd verərək təhsili yol verir və təhsil idarə etmə orqanlarında məsləhətçi işləyirlər. Bizim gənclərimizdir, bizim əzizlərimizdir, amma axı onlar cəmiyyətə daha faydalı ola bilərlər. Bunları gətirin, qoy bir təhsil nədir, təhsil müəssisəsinin idarə olması nədir, bunu öyrənsinlər. Necə ola bilər ki, 22-23 yaşlı gənc satıcı, kassir,
deyək ki, digər işin arxasından ayrılır. Təbii ki, işləməlidir, dolanmalıdır. Bu biz yəni bu ayıb iş deyil. Sadəcə onun gəlib 20 il, 30 il, 40 il təhsil sahəsində rəhbər vəzifədə işləyənlərə məsləhətçi olması, yəni bu Emin Əmrullayevin yalançı, riyakar gəncləşmə siyasətinin mahiyyətidir. Təhsil sistemi ona görə iflic vəziyyətinə düşüb. Başa düşürsünüz? Və işin ikinci bir addımı ondan ibarətdir ki, biz gənc müəllimlər ki var, gənc işə qəbul edirik. Həmin gənc müəllimlərin videonu paylaşın, bəyənin. Yəni rəy bölməsində bir ət izləyicilər və yaxud da önə çıxartı yazmaqla biz müəllim yoldaşlarımıza bunu göndərə bilərik. Nəzikət xanım, Kəmalə xanım, təşəkkür edirəm. Qəşəm müəllim deyirdi. Bəli. Və Günay Ruhlayeva deyir ki, laborantın yer dəyişməsi var. Emin Əmrullayeva qalsa, nəinki laborantın, xadimənin və yaxud da ocaqçının və yaxud da gözətçinin hamısının yer dəyişməsini eləyər. Çünki nə qədər çox imtahan olsa, bir o qədər bazar böyükdür. Ki, Emin Əmrullayevin işi budur. Yəni, onu mən sizə bir tövsiyə edeyim. Elm və Təhsil Nazirliyinin saytına girin. Orada elektron müraciət var. Emin Əmrullayevdən xahiş edin ki, Günay xanım, ki, bu laborantların yer dəyişməsi ilə yanaşı ocaqçıların, gözətçilərin, sonra texniki digər işçilərin yer dəyişməsi və işə qəbul imtahanı da keçirin və çox yaxşı ideya vermiş olarsınız. Yəni, özünün ağlı kəsmir o sahədə, yəni o dərəcədə keçsin. Hələ ki, biz keçirdirik bu imtahanları və Azərbaycan məktəbində laborantın işi nədən ibarətdir? Nə direktor bunu bilir və yerinə yetirə bilir, nə də heç laborant. Amma ölkə üzrə 12 regional təhsil idarəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, 14 təhsili idarə etmə orqanında laborantların işə qəbulu keçirilir. 14. Və bunun da imtahan və müsahibə forması 2 halda keçirilir. 28 imtahandır. Amma kimya fən kabinetinin laborantı kimyadan bir dənə də olsun məhlul tanımır. Fizika fən kabinetinin laborantı fizika kabinetində bir dənə də olsun avadanlığı tanımır. Biologiya fən kabinetinin laborantı bir dənə də herbari və yaxud da digər orada avadanlığı tanımır. İKT üzrə götürülən laborantı kompüterdə hər hansı bir Word və yaxud da ki, yandırıb söndürmək normal bir qaydada bacarmır. Amma imtahanlar keçirilir, hər ildəki imtahanlar sağ olsun. Müəllimlərin gənc təyin olunan, qaydırıq mövzumuza, müəllimlər rayonlara göndərilir. Əvvəla Azərbaycanda gənc müəllimlərin həvəsləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin bir 67 nömrəli qərarı var. Və Səxavət müəllim yazır ki, heç biologiya müəllimləri tanınmır. İndi faciə biraz da ağırlaşır da, yox. Və burada bu gənc müəllimlər ki, regionlara gedirlər, kənd rayonlarına. Əvvəla Azərbaycan dünyada gənc müəllimlərə ən üzr istəyirəm, ən az pul ayırandır. Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Kənd məktəblərində 35 yaşına qədər mütəxəssislərə. Demək, 20 kilometrə qədər 90, 20 kilometrdən rayon mərkəzindən aralı olanlara 190-100 manatda əlavə olunur. Amma bugün Rusiya ilə müqayisə eləsək, hamı deyir, Rusiya dağılır, bölünür, filan olur. Rusiyada kənd yerlərinə, kəndə gedən şəxslərə 1 milyon rubl, indiki halda bu 12-13 min dollardır. Ucqar yerlərə gedənlər isə 2 milyon rubl, bir dəfəli pul verilir. Ev verilir. Amerika, Avropa təhsil inkişaf etmiş, inkişaf etməkdə olan bütün ölkələrdə mənzil problemi gənc müəllimin həll olunur. Bizdə nədir? Təyinatı aldı, getdi 10 saat, 15 saat, 6 saat, hər neçə saat. Kənddə ev yoxdur qalsın. Artıq kənddə 150 manat, 200 manata ev verirlər aylıq. Aldığı maaş qədər. İşləmək istəyir Azərbaycan gənci.
O da Emin Əmrullayev özümü tuturam. Əgər zərrə qədər şərəfin varsa, vicdandan danışırsansa, gənclərdən danışırsansa, bir öyrənginə bu gəncləri o kəndlərə, ucqarlara göndəririk. Bizim 21, 22, 20 yaşlı uşaqlar, gənclərimizdir. Balalarımızdır, hansı ki, xanımlar var, bəylər var aralarında. Və o kənddə onun qalması, yaşaması üçün sən sonra heç olmasa bir nəfərin nazirlikdə, təhsil idarə etmə orqanında həmin müəllimlərlə maraqlanırlarmı? İstər sosial təzyiqlər, uyğunsuzluq, istər hətta bir çox kənd məktəblərində bilərəkdən kombinasiya qurulur o müəllimlər üçün. O ki, axırda qoyurlar, kartı verirlər direktora, gəlirlər Bakının kurslarında repetitorluq edirlər. Nəticədə yenə o ucqarda yaşayan uşaq olur. İşləyənlər, dözüb işləyənlər də 35 yaşına can, əvvəl 35 yaşına qədərdir. Qərarda da deyir 35 yaşına. İndə deyirlər, yox. Emin Əmrullayevin dövründə deyirlər, sən bir dəfə bundan istifadə edə bilərsən. Yəni, ümid eləmə. Heç olmasa o 190 manat onların kiraya pulu zadı filan çıxır da. Yəni, pedagojik kadrlarla da bağlı. En qədər təlimlər keçirlər. Bunun müəllimə nə faydası olur? Nə faydası olur? Gəlin açıq danışaq. Siz, müəllimlər, bu qədər təlimlərdən keçmişsiniz. O təlimlərdən nə öyrənmişsiniz? Və bu təlimlərə, təlimçilərə ayrılan və təlimlər üçün ayrılan milyonlarla vəsaitin monitorinq aparılıbmı, qiymətləndirilməsi aparılıbmı? Təlim keçirilir 2 ildən sonra yada düşür ki, bu indi Maliyyə Nazirliyi gəlib yoxlayacaq, Hesablama Palatası gəlib yoxlayacaq. Bəs nə edək? Gəlin bunun qiymətləndirməsini keçirir. Belə biabırçılıq mı olar? Növbəti mövcud problem pedaqoji sahədə kadr hazırlığı məsələsidir. Kadr hazırlığı məsələsi. Biz hələ də gənclərimizin 4 ilini ondan oğrayırıq, sonda da bir diplom veririk və o diplom da onun işə keçməsinə yaramır. Gərək yenidən hazırlaşsın repetitorların yanında və müəllimlərin işə qəbuluna imtahan versin. Biz pedaqoji sahədə kadrı bugünkü tələbata uyğun olaraq hazırlaya bilirikmi? Hazırlaya bilmirik. Ümumiyyətlə, bugünkü tələbat nədir? Mən dəfələrlə mətbuatda da deyirəm, buradan da deyirəm, Azərbaycan müəlliminin peşə standartı yoxdur. Dünən biri yazmışdı ki, keyfiyyət göstəriciləri var. Keyfiyyət göstəricisi deyəndə nəyi nəzərdə tutursan? Hər bir ölkənin təhsil sistemini PISA-dakı qiymətləndirmə ilə ölçülmür. PISA-da qiymətləndirmədə nəticəni qabağa vermək üçün Kalibriyə milyonlarla pul xərcləyirik. Və PISA-da istifadə olunan çalışmalar bu vasitə ilə olunur, onlar məşq elətdirilir və süni şəkildə biz beynəlxalq qiymətləndirmədə irəliş əldə etmək istəyirik və sonra da ki, Emin Əmrullayev da başını verir qabağa, deyir ki, bax, görürsünüz, mən deyirlər ki, tənqid edirlər məni, amma beynəlxalq qiymətləndirmədə irəliləyiş var. Harada irəliləyiş var? Eyni uşaqlar bir neçə il eyni çalışmaları edir. Hətta tədris proqramını yerinə yetirməsinə mane olur. Onlara tapşırıq verilir ki, siz burada o kalibridə olan tapşırıqları dərs zamanı eləyin. Bunu o qədər vəsaiti təhsil büdcəsini Elnur Əliyevlə, sonra LGBT-çilərlə, sonra feministlərlə dağıdırsınız. Ayrın müəllimlərə, qoy müəllimlər hələ məşğul olsun. Biz demirik ki, Azərbaycan şagirdinə nəsə öyrətməsinlər. Abunə olun və paylaşın video. Müəllim peşəkarlığı. Necə ola bilir ki, müəllimlərin işə qəbulu prosesi keçirilir. Azərbaycanın gənc müəllim namizədi gedir 4 il ömrünün ən gözəl vaxtını ali məktəb arxasında keçirdir və müəllimlərin işə qəbulunda onun 4 ildə oxuduğu heç bir mövzu düşmür. Buna biabırçılıqdır. Ölkənin bütün müəllimlərin işə qəbulu bir biznes kitab üzərində qurulur.
Və bütün bunlara başçılıq edən bir şəxsin durub vicdandan danışmağa haqqı varmı? Yoxdur. Şərəfi varmı? Yoxdur. Heysiyyəti varmı? Yoxdur. Sadəcə deyirlər ki, yaşamam, kobud danış. Kobud danışmıram. İnsanın layiq olduğunu və danışılması qədərini danışıram. İnsan rəsmən beynəlxalq fond tərəfindən, hansı ki bizim kimi ölkələri güya demokratik saymırlar, güya nə bilim hansı üsullarla idarə olunan ölkələr sayırlar. Bu ölkələrdə təxribatlar yaratmaq və ona görə bəs Emin Əmrullayevin adının qızıl hərflərlə yazıldığı Soros törəmələrinin arasında bəs niyə Soros Azərbaycandan qovuldu? Ki, burada təxribatçı fəaliyyəti və sadəcə sistem elədir ki, bəli, gətirib göz qabağındadır. Emin Əmrullayevin Wikipediyasına konkret yazılıb ki, Soros'un Mərkəzi Avropa Universiteti məzunudur adam. Bunu da hamı bilir ki, 2003-cü ildə həmin universitetə getmək üçün Soros'dan $70.000 grant tutub. Bunu da hamısı bilir ki, Avropadan qayıtdıqdan sonra Soros'un burada maliyyələşdirdiyi QT-lərdə təlimçi olub. Bunu hamı bilir ki, bütün təhsil həyatında təhsillə bağlı bir cümlə, yəni təhsilin idarə edilməsinə bağlı bir cümləsi də yoxdur. Yəni təhsilin təsindən anlayışı yoxdur. Çıxanda da statistik rəqəmləri orada saymaqla deyil ki, mövcud problemlərin ən güclü birisi də kadrlardır. Bugün kadr sistemində bilirsiniz, Elnur Əliyev öz şəbəkəsini yaradır. Regionları görürsünüz. Azərbaycan xanlıqlar dövrünü oxşadır təhsillə bağlı olaraq. Hər xanlığın eşidir, Emin Əmrullayev yaxşı bir eşidir və yaxınları da buradan yaxşı eşidir. Təbii ki, o yağlı hissələri özünə təqdim edirlər. Və iş ondadır ki, burada ən ciddi məsələ məhz kadr məsələsində yeni şəbəkələşmə sistemi yaratmaqdır və regionlar, hər region 12 regional təhsil idarəsi var, hər region ayrı-ayrılıqda idarə olunur. Elə regionlar açıq rüşvətdir. Heç Emin Əmrullayevin də gücü çatmır. Uzağı gedir orada, yiyir, içir, region müdürə də heç onun hesabını vermir, deyir ki, qoyduğun direktorlar da onlar versin. Məktəblərdə, müəllimlərdə Emin Əmrullayevin yemək pulunu 3 ay, 4 ay ödəyir, deyəsən, mart ayında borcu verib qurtarırlar. Buna bir abırçılıqdır. Pedagojik kadr hazırlığı bugün hansı səviyyədədir? 4 il oxuyur, gəlib sonunda 2 ay pedagojik təcrübəyə gedir. Sən xaricdə təhsil almışsansa, ən azı bunları bilməlisən ki, ümumiyyətlə kadr hazırlığı əyani və nəzəri və praktik biliklərin toplanması üzərində olur. Şəbəkələşmə bugün Təhsil Nazirliyində Soros qruplaşması ilə FETÖ qruplaşması arasında ciddi ixtilaflar var. Biri birinə qarşı qruplaşma, biri-birinin narazılıqlar, ümumi işindən gedilməsi, çünki orada vəzifə bölgüsü vardı, deyək ki, layihələr Sorosluların idi, təlimçilər bunların ortaq idi və kadr məsələsi də, deyək ki, lisey, gimnaziyalar FETÖ-çularda idi, digərləri də onlardaydı. Artıq Elnur Əliyev yavaş-yavaş FETÖ-çuları sıxışdırmaya başlayıb. Nəticə etibarla iş baxımından onlar daha çox effektiv olduğu üçün, daha çox işləyən olduğu üçün orada da böyük ciddi narazılıqlar var. Və ən böyük problemlərdən biri də ümumi təhsil məktəblərində tərbiyə sisteminin dağıdılmasıdır. Əvvəlcə, yəqin ki, LGBT-çılar və feministlərin hazırladığı bir demək, şagirdlərin davranış qaydaları hazırlanmışdı, yadca gəlir.
Uşaqların valideynlərinə C göndərdilər, qırmızı kart göndərdilər, qırmızı məktub göndərdilər. İndi bilirsiniz bu. Düzdür, bizim Emin Əmrullayev qırmızı geyinmir, amma bu LGBT və feministlərin qırmızı rəngdən xoşu gəlir. İndi bunun bu bir tərəfi var. Təşkilatçı mavin, tərbiyə üzrə mavin deyil deyib, statusunu aşağı salır. Psixoloqla bağlı psixoloji işi darmadağın elədiyi məktəblərdir. Sistem olaraq dağıtdıq. Yəni paylaşın, bəyənin və fikirlərinizi də yazın. Və nəticədə bugün Azərbaycan məktəbində, tərbiyəsini bir qədər öncə dedik, Azərbaycan məktəbində faciəvi bir vəziyyətdir. Faciəvi bir vəziyyətdir. Azərbaycan məktəbində bıçaqlama həddi 9-8 sinif həddinə çatıb. Dediyim kimi, dedavşina şəhər məktəblərində müəllimlər, eşidən müəllimlər yaxşı bilirlər. Dedavşina, tavan qoymaq, haqq yığmaq, siniflərin krişaları, belə əcayib şeylər. Kütləvidir. Kütləvi də məktəblərimizdə. Hələ digər məsələləri demirəm. Azərbaycan məktəbində tərbiyə mühiti dağıdıldı. Darmadağın edildi. Emin Əmrullayev Soros qarşısında götürdüyü missiyanı yerinə yetirib. Kifayət qədər yerinə yetirib. Missiyasını başa vurub. Hələ büdcədən uğurladıqları və s. bunları demirik. Bir də təlimlərə baxsanız, elə milyonlar oradan uğurlanıb. Dərsliklərlə bağlı oradan uğurlanıb. Layihələrlə bağlı heç onu demirəm. Hələ gör bu nə qədər simasız insandır ki, hələ bir də doymur, kengurudan da açıq şəkildə pul yığılır. Yığırlar yenə pulu. Yığırlar konkret olaraq kengurudan. Azərbaycan müəllimi, görün, faciə nə dərəcədə böyüyüb. Demək gəlir 5 oktyabr olur, 8 mart olur. Nazirliyin əməkdaşları, bir orada sərsəri var. Səbuhi Rızayev. O, elə, nə deyirlər onlara? Şəngülüm kimi. Gəlir, 5 oktyabr, 8 mart oldu, bəyanat yayırlar. Biz tapşırmışıq, heç bir məktəbdən pul yığılmasın. Sanki pul yığılacaqmısa, yəni işarə eləyir. Biz tapşırmışıq, heç bir məktəbdən pul yığılmasın. Pul yığılmasın və biz pul yığanlara qarşı tədbir görəcəyik. Hansı məktəbdə pul yığana qarşı sən tədbir görmürsən? Pulun böyüyünü siz yeyirsiniz burada layihələrlə. Amma kenguruya isə deyirlər ki, ay müəllim, get valideyndən pulu al ginən. Valideyndən pulu ala bilmirsənsə, yalvar ginən ona. Yalvarıb ala bilmirsənsə, gətir öz cibindən qoy ginən. Bizim nazir biraz urvatlı dilənçidir də, yəni manat filan, 5 manat götürmür, 20 manatdan yığır. Bu urvatlı biraz dilənçidir, 20 manatdan aşağı götürmür. Dilənçilərə bir 3 qəpik, 5 qəpik verin, görün götürür pul, götürməyəcək. Deyəcək, bu nədir verirsiniz? Bizim Emin Əmrullayev da belə urvatlı dilənçidir də, müəllimi dilənməyə məcbur edilir, gətirir 20 manatı verir, kenguru mənimdir. Və siz bilirsiniz ki, son bir neçə ayda bu kenguru məsələsi ilə bağlı mən bir neçə dəfə, hər dəfə demək olar ki, canlı yayımda bunu deyirəm. İnsan çıxır, müəllimlər üçün deyir, vicdan məsələsidir. İndi mən də buradan deyirəm ki, ay Emin Əmrullayev, səndə də əgər zərrə qədər o danışdığın vicdandan varsa, biz öyrəşmişik onda ki, olmayan, bir şey olmayanda, bu şey ki onda yoxdur, ondan danışırlar. Və heç olmasa qalx deyinə ki, yaxşı, bu pulu hara xərcləyirəm? Bu mənə də maraqlıdır. Hər il ən azı 100 min uşaq iştirak edir, 20 manatdan 2 milyon manatdır bu. 2 milyon manatdır.
Emin Əmrullayev özü dedi ki, briefingdə 6 fevralda dedi ki, biz 150 euro ödüyoruz. Yalan deyir. Fransadakı qonşu əqrəbası ilə də getdi, görüşdü bu günlərdə. Orada ödəniş çoxdur. Yəni fransızları atırlar, düzdür, demirlər o qədər. Deyirlər 1000, 2000, 3000, 5000 deyə nə qədərsə verirlər, amma hər il 100 mindən yuxarı adam iştirak edir. Və 20 manatdan bu 100 min elə demək 100 min 2 milyon deməkdir. 40% plan vururlar. 40% plan vururlar. Yəni bu 100 min nədir? Orada 200-300 mindən söhbət gedir. Yəni milyonlar yığılır. Və necə yığır? Müəllim, sən get, valideyndən yalvar al günə. Azərbaycan təhsili indiyə qədər heç vaxtı belə rəzil duruma düşməyib. Yəni biz uşaqların hansısa olimpiyadada iştirak etməsinə əleyhinə deyilik. Daha çox keçirsin. Amma kim istəyir gedib iştirak eləsin? 1 milyon 700 min şagird hamısı istedadlı uşaq ola bilməz axı. Burada yazırlar ki, uşaq getmək istəmir, amma zorla. Və görürsünüz. Aydındır mı? Bu şəkildə olarmı? Sən necə ola bilir ki, o dediyimiz o sərsəri Səbuhi Rızayevi çıxardırsan ki, biz tədbir görəcəyik, amma nəticə etibarı ilə heç nə. Bu yanda müəllimi məcbur etsən ki, gedib valideynə yalvarsın. Aydın mı? Belə şey mi olar? 45 manat olan o nədir? Halivondur yoxsa nədir? Müxtəlif adlarla. Bu pullar hara gedir? Niyə müəllimlər yığmalıdır? Niyə müəllim sən üçün gedib əl açmalıdır valideynə? Yəni, bu qədər rəzil bir nazirlə, bu qədər özünü ucuz aparan bir nazirin dövründə mən inanmıram nə vaxtsa olub. Nəinki təhsil sahəsində. Və inanmıram Azərbaycan tarixində özünü bu qədər ucuz aparan, rəzil aparan ikinci bir nazir olsun. Azərbaycan dövləti istər Sovet dövrü olsun, istər Azərbaycan müstəqilliyi dövrü olsun. Yəni ona görə bəs necə eləyək? O təhsil idarə edilməsi ilə bağlı mövcud problemlər nə qədərdir? Bəs necə eləyək bunlardan aradan qaldıraq? Yəni mən dediyim ümumi məsələlərdir. Siz hər biriniz oxuduğunuz uşaq övladlarınızın oxuduğu məktəbdən görürsünüz. İşlədiyiniz məktəbdən görürsünüz. Direktor müavinləri işlədiyi regionlardan görür ki, təhsil sistemi necə çökür. Çöküb artıq. Fünət iyi verir. Hara baxsan pul yığmaları, hara baxsan filan şey, hara baxsan artıq kadrların təyinatına da inanılmayıb. Yanvar ayında tələmtələsi esse keçirdilər. 600 nəfər iştirak edib essedə. 3 ayda 600 esseni, əgər hər günə bir esse yoxlasaydılar, esse məsələsi həll olmuşdu. 3 aydır. 90 gün. Özləri yaxşı bilirlər, essenin nəticələrini niyə açıqlaya bilmirlər? Yaxşı bilirlər. Siyahını veriblər birinə təhsilinin üstündə. 10 nəfər, 15 nəfərin də adım veriblər ki, bunların esselerini elə səliqəyə sal. Adam da görür də, indi elə-belə deyilməyib ki. Adam da bir 20-30 nəfəri özü üçün böyrünə vurur. Üstü açılıb, alın dəyib bir-birinə. İndi də bu tərəf o tərəfi şantaj eləyir, o tərəf bu tərəfi. Ortada da insanlar deyir, yaxşı, bizi tələmtələsi çağırdılar, yeni ildən dərhal sonra, bizə bu
esseni yazdırdılar. Necə ola bilər bunun nəticəsi çıxmasın? Oktyabr ayında direktorların işə qəbulunun müsahibə mərhələsi keçib, bitib, qurtarıb. İnsanlara SMS gedib ki, müsahibə mərhələsində qazandınız, təbrik edirik sizi. Yaddan çıxıb bu insanlar. Müsahibəni də qazanmaq o deməkdir ki, artıq təyinat verilməlidir də bura. Bax, Emin Əmrullayevin Azərbaycan təhsilində budur. Yəni, mən inanıram ki, tezliklə cənab prezident, təbii ki, görürsünüz, beynəlxalq vəziyyət nələri tələb edir. Bir çox hallarda ölkəmizin müstəqilliyi üçün təhdidlər yarada bilən qara qüvvələr meydana gəlir. Allah cənab prezidenti qorusun, bütün mübarizəsi ilə bu təhdidləri, qara buludları darmadağın edir. Amma bax, belə şərəf və ləyaqətini unudan bir çox nazirlərimiz də daxildə bax, bu cür iyrənc öz ağalarının, hansı ki, onların yalı ilə böyüyüblər, ağalarının tapşırığını verib, ölkədə sosial narazılıq yaratmaq istəyirlər və ölkəmizi, millətimizi, dövlətimizi təhsilin əli ilə vurmaq istəyirlər və təhsil sıradan bir sahə deyil. Sahə deyil. Bax, belə. Düşünürəm, buradan burada sual var. Kompüter laborantı nəyə əsasən? Valla, dünya görüş, məntiq, belə əcayib suallar qoyurlar da. Kompüter laborantının, yəni İKT laborantı deyirlər də onu. İKT-dən anlayışı yoxdur. Belə, təşəkkür edirəm hər birinizə. Həftənin 2-4 şənbə günləri biz sizinlə saat 21:00-da təhsili müzakirə edirik. Sonra da kimin qarşısında video çıxsa paylaşsın və bir qədər sonra, bir neçə dəqiqəyə YouTube-da Tam TV Elşən Qafarov kanalında da bugünkü yayım demək ki, yüklənəcək. Tam TV Elşən Qafarov kanalına da abunə olmağı unutmayın. Siz də buradan kanala abunə olun və tezliklə, yəni sabah TikTok platformasında saat 11:00-da görüşəcəyik sizlə. Həftənin 2-4 şənbə günləri 21:00-da sizdən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın. Allah dövlətimizi, millətimizi qorusun. Düşünürəm ki, Emin Əmrullayevin çirkin əməlləri tezliklə hüquq mühafizə orqanlarının diqqətində olacaq və Azərbaycan xalqı bu Soros köpəklərindən tezliklə təmizlənəcək. Təşəkkür edirəm hər birinizə.